Kesmək olmur ora. Hə? Mümkün deyil ha. Az da məsafə. Məsafə çox azdır. Bax dana bax. 3 dənə. Bax. 3 dənə şəlməni görsən? Hə, Yan gördüm. boyan 1 2 3 dənə şəlmən onun üstündə oturur. 3 dənə mir kəsilməlidir. Ay, yaşa. Yoxsa divar kəsilməlidir. Divar kəsilməlidir. Bax bunun bu sol tərəfi var ha. Aha. Sol tərəfi hamamdır, betondur. Yəni buradan giriş mümkünsüzdür. Buradan girməyə fikirləşdik. Aha. Bura da hamama düşür. Yəni buradan girdik, girəcəyik hamama, betondur. Bura dolu. Hə, bildim. Qalır bir dənə bu hissə. Elə onda elə bu hissələri bura xüsusilə. Bu sağ tərəf vurmusu içərini. Ha, bura girmişik, bura giriş var. Bir dənə bura girişdi, o da ki görsən 4 daşdır. Yerdə təməldir. Mən gələ bir 20-30 sm yuxarıdan qazam dağdan. Dağıtdım da içəri giriş alınmayacaq. Heç nə. Nasıl yoxdur? Tamam. Yəni bilindi ki, əsas yəni giriş mümkün deyil də. Mümkün deyil. Yəni əslində hündür olsaydı dağıtmaq olardı, hörmətli izləyicilərimiz. Görürsün 1 2 3 4 dənə daşdır. Biz bunun ikisini sökəndə məlum məsələdir ki, girmək olmur. Üçünü də sökəndə bu təhlükədə qalır. Çünki bunun da üstündə millər oturub. Yəni evin milləri oturub, bəli. Üstünə oturur bizdə. Tamam. Yəni mən